Ənənələri hiss eləmək, adətləri hiss eləmək çox qəşəng bir şeydir. Eyni zamanda bunu uşaqlara hiss elətdirən ana, böyük rolunu artıq gəlmisənsə, biraz da görev sənin üzərinə düşürsə, bu daha gözəl bir şeydir. Yəni, dolayısıyla uşaqlıqda bizi valideynlərimiz sevindirməyə çalışırdı. İndi biz öz uşaqlarımızı sevindirməyə çalışırıq və onlara aşılamağa çalışırıq. Bu dəyər anlayışını biraz sifarişlərimizə də daşımaq istəyirəm. Öncəliklə bizim belə günlük sifariş blokumuzda bu. Belə fikir verərsinizsə, mən şəffaf şeyləri də çox sevirəm. Bilməm, qəşəng görülür məncə. Sifarişimiz mənim bu kitabımızdır. İkincisi isə mənim bu sevimli kitabım. Çox xoşuma gəlir, çox şirindir. Bunu da qoyuruqlar. İçərisinə nə qoyuruq? İçərisinə hər zamankindən birazca fərqli şeylər qoyacaq. Öncəliklə cəmi yəqin ki 5 sifarişimiz də olacaq. Bu boyamanı qoyacağım. Novruza aiddir. İçərisində Novruz temaları var. Yəni uşağa ümumiyyətlə bitki, kənd, həyat, qurd, çiçək, böcək belə şeylər haqqında bilgi verir. Aşırı şirindir. Bəzi hissələr rəngli, bəzi hissələrində uşaq öz xəyal dünyasına uyğun rəngləyə bilir. Təəssüf ki, bu da limitlidir. İkincisi, belə bir yumurtamız var və belə bir flamasterlarımız var. Bunu da veririk ki, balacalar özləri bu flamasterla bunu rəngləsinlər. Yəni, özlərinə aid yumurtalar olacaq. Belə bir taxtadan yumurtalarımız var yenə də rəngləmək üçün. Sifarişimizə qoyuruq.